Değerli izləyicilər, hamını salamlayıram. Budur növbəti gün və növbəti tiraj və növbəti tirajın səbəbkarları olacaqlar. Başlayıram fırçadan, o ki istanır. Yagidən belə çox kiçik bir, balaca bir belə fırça əldə etdim. 22 not. Yəni ki, artıq istifadə etmişəm, çox xoşuma gəlir. Deməli, porsuqdandır, yəni qılları və kifayət qədər yumşaqdır. Tu bənddir, yəni iki halqa, iki rəngdədir. Ucları kimyəvi olaraq ya fiziki olaraq necəsə hansısa bir prosesdən keçiblər, ağardılıb. Kifayət qədər yumşaqdır, xoşuma gəldi. Əsasında krem şəkildə olan, deməli, sabunlar, hansı ki köpüklənir. Sonra növbəti səbəbkar olacaq bizdə elə bir Magdaf adlı bir Amerikan müəssisəyə aid olan belə bir sabun. Adı biraz mürəkkəbdir. Prayer Room Runner. Yəni Prayer Room Runner budur. Deməli, qoxuya görə məndə Summer Cab adlı belə eyni sabundan var idi. Yəni ki, həm yumşaqlığına görə, həm qoxusuna görə birə-birlər, bilmirəm nə məsələdir. Bir növ bir sintetik bir qoxu var. Düzdür, bu mövzuda təbii ki, o belə deyək də aktualdır. Yəni avtomobillər, yağlar, bilmirəm indi nə düşünüblər. Biraz o köhnə hansısa bilmirəm nə qoxudsa belə əcaib bir qoxudur, sintetik. Budur, təbii qoxu deyil, yəni çiçəklər falan belə bir qoxu deyil. Ona görə bir kiçik bir miqdarda qaşıqla götürürəm. Məndən əvvəlki deməli, kimlərsə qaşıqla ancaq istifadə ediblər. Sabun çox yumşaqdır, demək olar ki, krem şəkildədir. Mən birinci düşündüm ki, onu üzümə çəkim və üzümdə köpükləndirim. Bəlkə də elə etdi. Məncə bu qədər bəsdir. Gəlin, ən azından bu yolla gedək bu dəfə. Görək nə alınır. Mənim çox hörmətli bir kolleqam var. Türkiyəli bloger. O daha çox üzdə köpükləndirməyə, belə deyək, Sinan abini deyirəm, üzdə köpükləndirməyə daha çox belə prioritet verir. Mən də çalışım, görək bizdən alınır. Bir-birimizdən nə isə götürək, öyrənək, sizə də nə isə görsədə bilək. Belə, budur. Bilmirəm nə qədər effektiv olacaq, amma yenə də əgər biz bunu etməsək bilmərik. Ona görə edirik. Budur, üzümə çəkdim, nə qədər bacardım. Belə, bu bizim sabunumuz, qoy üzdə qalsın, həm üzümdəki saqqalı biraz yumşaltsın. Görək sonra nə başımıza gəlir. Davam edirik. Deməli, sabun dedik, aftershave-lər olacaqlar. Bu çox yaxın keçmişdə bu deməli losyonu əldə etdim. Çox xoşuma gəlmişdi. Spirt yoxdur tərkibinə, alkoqol yoxdur və dərhal hansısa bir belə deyək, sağaldıcı effekti hiss etdim öz üzümdə. Növbəti bir belə deyək, aftershave losyondur bu da. Bilmirəm nədir, görək axırda nə olur. Çox hörmətli Orxan abi verdi ki, burada nümayiş edim sizə bu tiraj videoda. Davam edirik. Əsas səbəbkar olacaq bizdə Razorok şirkətdən olan belə bir üz qırxan. Adı səhv etmirəmsə BBS-dir. Deməli, budur Razorok, Kanada istehsalı. Çox qəşəng bir üz qırxandır. Adı BBS-dir. Kifayət qədər tiyəni əyir içində. Və üstəgəl bunun müxtəlif belə deyək, bu piltələr var, aqresiyaya görə dəyişir. Plus var, 2 plus var. Mən bildiyim qədər məndə olan standart piltədir və mən bu günləri o ki, yumşaq qırxandır. Bunun içinə yerləşdirirəm Permasharpı. Sabunu yığışdırırıq. Ümid edirəm, sabun bizə daha ehtiyaclanır. Budur, Permasharp tiyələri birini çıxardırıq. Səhv etmirəmsə, Sankt-Peterburg istehsalıdır Permasharp tiyələr. Həmin eyni müəssisədəki hardakı Astra tiyələri haçansa istehsal olunublar. Çox güman ki, istehsalatı artıq saxlayıblar. Rusiyada Dr. & Gamble'dır, nə idi?
həmin şirkət bu jilet tiyələrin əksəriyyətini istehsal edir. Budur qapağı, deməli bu BBS 140-mızın. Deməli bunun ən çox belə yapışqan yuxarı tərəfə eləyək ki, piltəyə düşsün, piltədən onu silmək sonra asan. Bu piltəsi qoyuruq üstünə. Deməli mən bu 140-nı istifadə etmişəm, kifayət qədər yumşaq və komfortlu 140-dır və özəlliyi var, onu da sizə deyəcəm. Sap deməli UFO adlı sapdır. Əgər bizim əvvəlki videolara baxmısınızsa, bu növ belə deyək, bu quyruğu sapında götürülüb, deməli old type jiletdən. Amma indi UFO adı ilə yəni satılır. Keçmişdə haçansa artıq səndəmə istehsal olunmuşdur. Budur, hazırıq. 140-nımız hazır. Budur. Görək nə gəlir başımıza. Hər iki tərəfdən eyni qədər çıxır. Çox ideal, yəni düzəldilib CNC dezgahda hazırlanıb, bütöv paslanmayan poladdandır. Və davam edirik. Budur, bizim bu fırçamız kifayət qədər belə xırdadır. Görək nə kimi performans göstərəcək. Çalışaram danışmayayım və sonra montaj edib bu hissəni belə tez bir zamanda keçirdim sizin üçün. Çünki mənə elə gəlir ki, heç bir maraq yoxdur mənim burada bu köpükləndirməyində, üzdə. Ona görə davam edirik yoldaşlar. Çalışıram danışmayayım. Budur yoldaşlar, davam edirik tıraşımızı. Deməli, birinci pərdə böyümə istiqamətdə, saqqalın yaşı bir gündür. Dünən üzümü qırxmışdım. Permaşarp tiyələr birinci istifadə, BBS Razorok adlı 140 və davam edirik. Görək nə gəlir başımıza. İlk təəssüratdan nədir yoldaşlar? Bu 140-da sanki 140-nın üzünü qırxmır. Yəni ki, bu kimi təəssürat yarana bilər. Və mən çiftə bunu istifadə edəndə birinci istifadələrdə yəni ki, təzyiqi çox edirdim 140-na. Beləliklə çoxlu çapıq alırdım. Amma o yanlış hisslərdir. İnanın 140 kifayət qədər effektivdir və qırxır. Məncə dizayna görə bu, yəni ki, qırxmağın yumşaqlığına görə gündəlik tıraş üçün olan bir 140-dır və ən böyük mənfi hal nədir? Burunun altı o ki, belə həcmlidir və yumrudur, burunun altına girmir. Yəni, bu kimi mənfi hal var. Budur yoldaşlar, birinci pərdə sona yetdi. Tez bir zamanda yaxalayıb üzümüzü biraz isladaq və
Növbəti pərdəyə keçək. Bu da bizim fırçamız. Tez bir zamanda üzünüzə çəkək köpüyü. Budur, tıraşımı davam edirik və döymənin əks istiqamətə qırxırıq. Görək nə gəlir başımıza. Üzqırxanın səsini eşidirsiniz, yəni ki, o nə deməkdir, yəni ki, tiyə kifayət qədər qapaq altından çıxır və vibrasiyanın səsidir. Biraz öncə duş qəbul elədim. Üstəgəl hamamda da kifayət qədər istidir və üzürlü sayın mən çox pis tərləyirəm. Hamamım studiyada. Üzürlü sayın. Budur yoldaşlar, demək olar ki, tıraş sona çatdı. Tez bir zamanda mən üzümü yaxalayıram. Öncədən deyim ki, yəni tıraş BDS deyirəm ki, DFS-dir və nə isə bir böyük gözlənti olmamalıdır sizdə, əgər sizdə bu üzqırxandan varsa. Sonda mən bu üzqırxan haqqında da danışacağım, sabun haqqında da danışaram, sizin üçün və fırça haqqında da danışaram. Hal-hazırda mən üzümü yaxalayıb qayıdıram tez bir zamanda yanınıza. Deməli, budur yoldaşlar, qayıtdım yanınıza. Aftershave, deməli adı gedir Royal Barber, budur. Tərkibi nədirsə 290 milli, yəni bizdə bir marketdə satılır. Yəni əvvəlki Umiko appdə. Budur. Keçən dəfə çox xoşuma gəldi, çox. Yəni performansı falan çox gözəl idi. Çox qəşəng. Qoxusu falanı biraz belə sərinləndirir, amma yandırmaq söhbəti yox, çox qaşınır. Çox istidir hamamda həddindən artıq. Görək nə gəlir başımıza.
Davam edirik yoldaşlar. Bu da bizim deməli losyon posle britiya yazılır. Bilmirəm nədir. Çalışaq bunu qarışdıraq. İstidir. Üzürlü sayın çox istidir. Davam edirik. Ehtiyatla bunu açaq ki birdən nədirsə sulu bir şey olar. Yox, sulu deyil, losyon deyil. Belə balzam kimi bir şeydir. Bu da məncə kifayətdir. Artıqlanması ilə. Bir növ stomatoloji kabinetin qoxusu gəlir. Çox gözəl. Krem kimidir. Yəni təmiz krem kimidir. Nəysə, tez bir zamanda əllərimi yaxalayayım və davam edelim. Əsl qış üçündür bu losyon adlanan. Bunun adı nə gedir ay Allah? Losyon original. Bu deməli aloe vera var. Burada şəkli də var onun. Sonra başqa hansısa bitki var. Beauty La Ente. Bilmirəm nədir bu Allah üzürlü say. Sanki gərək mən öncədən hazırlı gələrdim, bir məlumat öyrənərdim bu losyon haqqında. Kifayət qədər belə sıxlığı çoxdur və necə deyərlər, sanki krem kimidir üzdə. Eynəklərimizi qaytarırıq gözlərimizə. Eynəklər bulaşıb suya, sabun, köpüyə qarışıb. Budur və davam edirik. Başlayaq yoldaşlar. Deməli fırçadan. Fırçanın performansı mən deyərdim bunu daha məqsədə uyğun hansı hallarda istifadə etmək olar. O məhz üzdə siz əgər fırça ilə köpük nöqtələr fikir verməyin. Deməli məhz üzdə siz əgər köpürtmək istəyirsinizsə sabunu belə deyək, krem sabunu misal üçün. O hallar üçün ideal bir seçimdir. Çox yumşaqdır, performansı çox xoşuma gəldi. Breakin adlı bir haqq-hesab var, belə deyək də. Bu bizim üz qırxan həvəskarların arasında. Bunun ucları sanki təzə-təzə istifadə edəndə sanki batır üzünüzə. Bu söhbət yoxdur, dərhal yəni ki, yumşaqdır, yəni hansısa bir prosedurlara falana ehtiyac yoxdur. Sadəcə olaraq qutudan çıxardırsınız, sabunla yuyursunuz, şampunla yuyursunuz və başlayırsınız birbaşa istifadə etmək, yəni mənim kimi. Çox gözəldir, çox manevrlidir, belə deyək, harasa artıq və ən əsası sərfiyyatdır. Azdır, təbii ki 24 deməli milliyə nisbətən, üstəgəl loftu da o qədər uzun deyil, yəni bunlar hamısı əmmallardır və əgər nəzərə alsaq ki, deməli porsuqlar və ümumiyyətlə bütün təbii qıldan olan fırçalar özlərindən hopurlar həm sabunu, həm suyu. Gördüyünüz kimi bir dəfə mən üzümə çəkdim sabunu, köpükləndirdim. Öz canına ki nəyi çəkmişdi, arada istadı. Yəni o bizə kifayət qədər oldu. Mənə elə gəlir ki, bir pərdə də etmək olar. Fırçada bir o qədər sabun yenə də var. Mənə elə gəlir ki. Mən belə sıxıb çıxartmaq istəmirəm. Nəticə artıq əllərimi ulaşdırmaq istəmirəm. Losyon və sabun. Sabun yoldaşlar, sabun performansı mükəmməldir. Yəni superdir. Yəni ki yumşaqlığı, sıxlığı, yəni sıxlığı da siz idarə edə bilərsiniz. Necə? Yəni suyu az əlavə etsəz, daha belə deyək, sulu, yumşaq olacaq. Su az olsa, daha belə deyək, sıx olacaq və yoğun olacaq köpük üzünüzdə. Deməli, həmin formatı bu sabun saxlayır. Yəni həm yumşaq ola bilir, həm də yoğun ola bilər. Yəni ki, sıxlığına görə. O mükəmməl bir belə deyək də xüsusiyyətdir əgər sabunda bu varsa. Adətən bu premial sabunlarda var. Belə ucuz sabunların arasında mən həmin belə deyək, belə bir performansı hiss etmişəm Derby belə krem şəkildə olan sabunlarda. Derby deməli o bərk sabunda mən onu hiss etmədim. O dərhal yatır köpüyü, heç bir performans çox zəifdir. Amma Derby yaxşıdır.
Misal üçün, qoxusu sintetikdir yoldaşlar. Yəni nə deyim mən sizə, nəsə tərifliyim, super bir qoxu var. Yəni ki, hansısa bir həvəskar üçün, bilmirəm, bəlkə kiminsə xoşuna gəldi. Misal üçün, mən maraqlı heç nə tapmıram bu qoxuda. Ümumiyyətlə, bir növ nə bilim valla, avtomobillərin yağın iyisinə oxşayır, nədir, yəni ki, belə bir şey. Uyğunlaşdırıblar bu mövzuya maksimum dərəcə, amma mən qeyd etmişdim sizə, məndə Magdaf'ın ayrı bir sabunu var, Summer Cab adlı, onun da qoxusu eyni. Və artıq məndə şübhə yaranır ki, bu məhz bu kimyavi maddələr, sintetik maddələrin öz qoxusudur. Məndə belə bir fikir yaranır. Belə. Deməli, sabun haqqında danışdıq. Losyon yoldaşlar çox xoşuma gəlir. Belə deyə, yoruducu bir qoxusu yoxdur. Çox incə bir qoxu var. Çox qəşəng, incə bir qoxu var. Yandırmır, azca sərinləndirir üzünüzü və dərhal belə deyək, bir növ belə qoruyucu qatı dərhal yaradır. Bu losyona gəldikdə isə yoldaşlar, bu kremdir. Yəni ki, bunu üzünüzə çəkib yata bilərsiniz. Yəni ki, üzə qulluq etsin. Yəni belə bir şeydir, hiss elədim. Sonra üzqırxan haqqında. Üzqırxan yoldaşlar, bu mənim ikinci ya üçüncü, yox belə deyək, daha düz deyim, birinci Razorok'dan əldə etdiyim deməli üzqırxan bu BBS oldu. O vaxt təzə idim bu mövzuda və axtarırdım aqressiv olmasın. Çünki birinci üzqırxanım oldu Rockwell. Kifayət qədər yumşaq idi, qəşəng idi, çox xoşuma gəlir o gün, bugün. Ən sevimlisi Rockwell'dir. Yəni ki, məndə 4-cü piltədə. Yəni ki, mənə görə, yəni bu mənim subyektiv fikrimdir. Çox xoşuma gəlir, çox, yəni ki, Rockwell'a yəni ki, performansa görə, filana görə mənə elə gəlir, mənim üçün yaxşıdır, gözəl. O cümlədən bu üzqırxan. Deməli, mənfi halı gördünüz, yəni burnun altına girmir. Çəpvari və əksinə üz qırxarkən, yəni burnun altını qırxa bilərsiniz. Üstəgəl, bucağı tapınca hətta mən siftə birinci pərdə edəndə bu yüzdən çaşmışdım. Yəni ki, bir növ o ki, çox əyilib, bu bucaq azalır bu sapla üz aranızda. Onu çox azaldanda da götürmür, çoxaldanda da götürmür. Onu tutuzdurmaq lazımdır, bir növ belə örgəşmək. Amma örgəşəndən sonra çox yumşaq qırxır. BBS gözləməyin, DFS-dir, yəni ki, möhkəm DFS-dir. Buralar hansı qalıb. Mənası da yoxdur, yəni qaşımağın. Ancaq yara, çapıq əmələ gələcək, ayrı heç nə. TIA ilə nə isə etmək olar, dəyişib, amma yenə də yəni ki, performansı belə olacaq, yəni yumşaq qırxır. Gündəlik tıraş üçündür məncə. Bir dəfə bir nəfərdən mən çox hörmətli Ceyhun müəllimdən əldə etmişdim. Bunun deməli plus bir plitə, yəni bir növ biraz aqressiv. Amma inanın ki, heç bir böyük bir fərq hiss etmədim. Yəni üzqırxan performansda falan da nəticədə, yəni eyni nəticə bəxş etdi. Ona görə yəni dəyməz. Qaldı ki, kimlər üçündür? Mən dediyim kimi, gündəlik tıraş edənlər üçün minimum çapıq falan mən tələsirdim, çünki artıq gecdir, yatmaq vaxtıdır. Birazdan gedirəm yatmağa, duş qəbul edim. Gündəlik tıraş üçün, nə bilim, hərbidə olan adamlar üçün falan, yəni gündəlik tez bir zamanda tıraş edib çıxasınız. Çox belə necə deyim sizə, praktikdir, nə mənada, yəni ki, siz buna örgəşəndən sonra qıraqlardan deyə çıxmır, onu da qeyd edin. Yəni, örgəşəndən sonra kifayət qədər yumşaq qırxır. Bütün istiqamətlər, istər belə böyümə istiqamətdir, istər əksinə. Sanki siz o bir dəfə üz qırxanlar var, yəni ki, xarakteri bir növ onlara oxşayır. Yəni ki, bu qədər mən BBS haqqında danışa biləcəyim. Paslanmayan poladdandır, əgər bir dəfə alsaz, bilmirəm, 100 illərlə, yəni ki, sizin üçün, nəvələr üçün olacaq, yəni xidmət edəcək, ya düzgün, təbii ki, hansısa bir qaydalar riayət etsəniz, təmizlik baxımından. Tiyələr Permaşar, özüm qoydum, yerləşdirdim bu tiyələri ki, daha kəskin olsun tıraş. Amma görünən odur ki,
Bermaşartdan da kəskini yerləşdirmək olar. Big kimi və yaxud Feather kimi tiyələri bu 140-ana. Ona görə yəni ki 140-an yumşaq 40 bir sözlə. Məncə demək istədiyim bunlar idi yoldaşlar. Bununla da sizinlə sağollaşa bilərəm. Deməli, əgər bizim videodan xoşunuz gəlibsə like qoyun. Kiməsə düşünürsünüz, maraqlı tapar bizim bu videoları bölüşə bilərsiniz həmin adamlarla. Komment saxlaya bilərsiniz bu komment bölməsi altında. Üstəgəl ayarlar bölməsində mən çalışaram deməli bu iştirakçıların hansısa dükanların keçidləri saxlayım. Əgər saxlamıramsa o deməkdir ki, yəni ya satışda artıq yoxdur, ya da mən tapmadım. Ona görə üzürlü sayın. Çünki misal üçün bunu mən almamışam, mənə veriblər. Çox hörmətli Orxan abi, çox sağ olsun. Bunu deyəsən mən almamışdım, mənə hədiyyə etdilər. Səhv etmirəmsə, Magdafın sabunıdır. Çalışaram, tapım, yerləşdirim bir sözlə. Belə, məncə bu qədər. Sağ olun yoldaşlar, gələn görüşlənədir.